Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə linklər haqqında danışacağıq. Yəni HTML-də linkləri necə biz yaza bilərik, ümumiyyətcə A etiketi nədir, necə istifadə olunur və linklər arası keçidlər necə baş verir, bunlar haqqında sizə ətraflı məlumat vermiş olacağam. Deməli, ilk öncə buradan VS Code açırıq. Baxın, VS Code açırıq buradan. Və təbii ki, buranı da bağlayaq. Burada sağ hissədə biz artıq folderimizi əlavə eləyəcəyik bura. Elə deyil, 05 folderini əlavə eləyəcəyik. New folder deyirəm bura. Ctrl V deyirəm. Linklər, A taqı və keçidlər yaratmaq. Dərsin adını belə yazacağam. Təbii ki, bura 05-də yazaq ki, sıralaması da düzgün olsun. Enter vururam. İndi bunun içərisinə bir dənə nə əlavə eləyəcəyik? Index.html. Artıq gələn dərsdə mən bu faylları açacağam özüm. Bu dərsdə də göstərirəm. Bir sonraki dərsdə artıq dediyim kimi fayllar açılacaq və dərsə başlayacağam birbaşa. Buradan gəlirik index.html yazırıq. Bu şrifti dəyişək, .html yazırıq. Enter vururuq. Belə bir deməli HTML sənədimiz artıq burada var və bunu da açaq buradan. Bu Google Chrome'u da açaq buradan. Gətirək sağ tərəfə. Bunu sol tərəfə. Burada da indi nida yazırıq. Tamamlayıcı gətirdi, enter vururam. Ctrl B eləyirəm, sol tərəfi bağlayıram. Bu formada gəlsin. Deməli, Ctrl S eləyib, bu da səliqə ilə düzülsün bura. Və sağ düymə eləyib Open White Live Server eləyəcəyik ki, burada açılsın bizim sənədimiz. Açıldı artıq. İndi məsələ nədir? Biz nələri keçəcəyik? Baxın, A etiketindən A tag da deyə bilərsiniz, element də deyə bilərsiniz, etiket də deyə bilərsiniz. Yəni, adlandırma fərqli-fərqli olur. Hər bir qaynaqda fərqli cür ola bilər. Əsas məsələ odur ki, məntiq olaraq bunu başa düşə bilək biz. Deməli, A etiketi müəyyən bir keçidlər yaratmaq üçün istifadə olunur. Məsələn, örnək olaraq, baxın, gəlib bura baxsaq, github.com Rəsul Cangirli yazılıb burada, elə deyil. İndi sadəcə github.com yazsaq, enter vursaq, bu formada belə bir veb sayt gələcək də, bizə elə deyil. Bizə bu maraqlı deyil. Yəni, necə maraqlı deyil, nəyin gəldiyi burada maraqlı deyil bizə. Əsas odur ki, belə bir veb sayt var, bilirik və bunun linki budur. Yəni, buna müraciət etdiyimiz zaman, istək atdığımız zaman bizim ekranımızda belə bir deməli səhifə render olunur və bizə görsənir. Elə deyil, bunu bildik. İndi biz bunu öz səhifəmiz içərisində necə eləyə bilərik? Məsələn, burada yazı olsun, o yazıya klik eləyək, yazı üzərinə klik edək və aparsın bizi məsələn belə bir veb sayta. Bunu necə eləyə bilərik? Onu etmək üçün A etiketindən istifadə olunur. Baxın, A yazıram bura, enter vururam. Burada href məlumatı var. Bu href məlumatı nə adlanır? Onu qeyd edəcəm. Bura məsələn yazaq. Klik yazıram bura. Deməli, Ctrl S edirəm. Baxın, klik bura gəldi. Fikir verin, bunun üzərinə gələndə ox kimi gəlir. Məsələn, P etiketini keçmişik də artıq biz. Buna da klik yazıram, Ctrl S edirəm. Baxın, bu klik oluna bilən bir şey kimi gəlmədi bura. Bu P etiketidir, baxın. Bu P etiketidir. Klik oluna bilən bir şey kimi gəlmədi bura. Amma bu klik oluna bilən bir şey kimi gəldi bura. A. Fikir versiniz? Yəni A yazdığımız zaman bu linkdir. Yəni biz buna link verəcəyik və həmin linkə yönləndirmə olacaq. İndi P-ni buradan silirəm, sadəcə fərqini göstərmək istədim. Baxın, burada məsələ necədir? Burada buranı da ayıraq, hətta bu formada ayırım daha aydın görsənməsi üçün. Biz bilirik ki, baxın, buradan bura qədər təqin açılışı da elə deyil, A yazılıbdır. Bu oxların arası təqin açılışıdır. Burada da bağlanıbdır təq, elə deyil. Bu təqin açılma hissəsində burada müəyyən bir şeylər yazılacaq. Məsələn, bu gün href yazılır burada, src olacaq digərlərində, məsələn, image-də və s. Müxtəlif bu formada yazılar olacaq bu açılış hissəsində. Bunlara biz deyəcəyik atribut. Baxın, atribut deyəcəyik biz bunlara. Və atributun, baxın, bu atribut hissəsidir. Bu dırnaq içərisində olan hissəsi isə olacaq dəyər hissəsi, atributun dəyər hissəsi. Aydındır? Yəni bu olacaq. Bu formada yazılanda baxın, bu bağlanışla daha doğrusu açılma ilə bağlanış arasında yazılan bu formada atributlara, daha doğrusu yazılara biz deyəcəyik atribut və mənimsədiləcək ona 0, 0 da deyirəm, dırnaq içərisində hər hansı bir şey. Bu dırnaq içərisində olan bir şeyə biz deyəcəyik onun dəyəri, atributun dəyəri. Aydındır? İndi burada href var, href atributu var. Bu href atributu bizə deyir ki, sən bura hər hansı bir linki daxil et. Bu A üzərində klik olunma zamanı mən bunu yönləndirim, bu istifadəsini yönləndirim həmən yerə. Okay, bunu deyirsə biz bunu eləyək də. Məsələn, mən istəyirəm ki, bu səhifəyə gəlsin.
Baxın, buranı götürürəm buradan. Ctrl-A eləyirəm, Ctrl-C eləyirəm. Bu səhifəni götürdüm buradan, elə deyil. Keçdim öz səhifəmə və gəlirəm bura ref məlumatı olaraq bunu yapışdırıram, Ctrl-S eləyirəm. Baxın, artıq bu A-nın ref məlumatı var və üzərinə gələndə aşağıda fikir verin. Səhifənin aşağısına fikir verin. Bunu saxladım, fikir verin, buranı deyirəm. Burada göstərir bizə. Link olaraq olduğunu göstərir. Yəni orada nə olduğunu, bax üzərinə gedirəm, yenə göstərir orada. Və buna klik etmə zamanı, baxın, klik etmə zamanı bu səhifə açılmış oldu. Amma fikir verdinizsə öz səhifəsində açıldı. O bir tərəfi bağlayıram. Baxın, klik eləyirəm buna. Elə bu olan səhifə yönləndirilmir heç yerə. Həmən səhifədə açılır bu link nədirsə o açılır, elə deyil. Amma ola bilər ki, mən istəyirəm ki, buna klik olunma zamanı burada yeni tab yaransın, həmən yeni tabda açılsın bu link. Onun üçün də target atributundan istifadə edəcəyik. Baxın, target. Burada müxtəlif blank var, self var, top var. Bunlar A-frame və s. digər şeylərə görə dəyişir. Burada blank-ı bilməyimiz hələ ki kifayət edəcək bizə. Baxın, target atributuna, yəni üzərinə bir də gedək, tələsməyək. Linklərlə işləmək üçün biz A-nın istifadəsini bilməliyik, A təqindən istifadəni bilməliyik. A təqi dedik ki, linklər yaratmaq üçün istifadə olunur. Məsələn, bir şey yazırıq içərisinə, burada görsənir, klik elədiyimiz zaman ora gedəcəyik. Ora getməni təmin edən, o yönləndirməni edən ref atributudur. Ora biz linki veririk, ref atributuna linki veririk dəyər olaraq. Target atributu isə bizdən soruşur, sən buna klik olunma zamanı bu linki harda açmaq istəyirsən? Yeni bir tabda, olduğun səhifədə və s. Elə deyil. Və target blank dəyəri verdiyimiz zaman, altdan xətt blank dəyəri verdiyimiz zaman deyirik ki, bunu yeni səhifədə aç. Ya, baxın, indi nə demək istəyirəm? Ctrl-S eləyirəm burada və gəlirəm, klik eləyirəm, fikir verin. Burada 2 dənə tabımız var, hətta bunu da bağlayıram. Baxın, klik elədim, yeni bir tab açıldı və github.com burada render olundu. Fikir verdiniz? Burada render olundu. Və ya bura başqa veb saytlarda yazmaq olar. LinkedIn məsələn, hər hansı bir şeylər. LinkedIn məsələn, götürək də bunun linkini buradan. Baxın, bu formada götürürəm, Ctrl-C eləyirəm. Bunu da bağlayıram. Gətirib bura bu linki də verə bilərik. Ctrl-V eləyirəm. Baxın, Ctrl-S elədim. İndi baxın, klik elədim. Digər tabda artıq bu LinkedIn-lə bağlı məlumat açıldı. Instagramın linkini götürüb buraya yapışdıra bilərsiniz. Facebook'un linkini götürüb buraya yapışdıra bilərsiniz. Həm öz profilinizin linkini götürüb buraya yapışdıra bilərsiniz. Məsələn, bu qalsın burada. Ctrl-K eləyək. Düşək aşağı. Formada düşməkdə internet düşək ki, bundan ayrı düşsün. Ctrl-S eləyirəm təzədən. Məsələn, baxın. Gəlib burada belə bir şey yazmaq olar. A yazıram burada. Ref dəyərinə verəcəm nə? Məsələn, öz GitHub səhifəmi verəcəm. GitHub profilim məsələn. Ctrl-S eləyirəm. Və gəlirəm bura. github.com Rasul Cəngirli. Bu səhifə render olundu, elə deyil. Bunun linkini götürürəm buradan. Bunun linki budur da, elə deyil, buradakıdır. Ctrl-C elədim və keçdim öz deməli səhifəmə. Burada gəlirəm, ref dəyərinə verirəm bunu. Sonra target də verə bilərəm. Deyərəm ki, targetinə deyərəm ki, nə? Altdan xətt blank deyərəm ki, başqa bir səhifədə render olunsun. Klik olunma zamanı, elə deyil. İndi bunu bağlayaram buradan. Məsələn, GitHub profilimə get. Burada belə bir şey də yazmaq olar da. Mənim profilimə bax, GitHub profilimə bax, nəm GitHub profilimə müraciət nəsə də hər şey bir şey yazmaq olardı bura, aydındır. O yazırlar, müəyyən veb saytlarda görürsüz. Məsələn, daha yönləndirmələr eləyirlər də, məsələn, buna bax, ona bax kimisindən. Onlar əslində bu formada olur. Bax, GitHub profilimə vururam, klik eləyirəm, yeni bir səhifədə mənim GitHub profilim açılmış oldu. Aydındır. Yəni adam bu formada istifadə edə bilirik biz yönləndirmələrdə və yaxud da ki, yadımdan çıxmamış, bunu da deyim. Və yaxud da ki, biz öz səhifələrimiz arasında keçidlər eləyə bilərik. Bu necə olar? Bu necə olar? Gəlin bunu biraz sağa çəkim. Bunu da biraz sağa çəkim və sol tərəfi açaq buradan. Ctrl-B edirəm. Mən burada 05 deməli folderinə, bu dərsə yəni, bu index.html-in olduğu dərsə bir dənə də HTML sənədi əlavə edirəm. Baxın, bunu seçdim burada. Gəlirəm new file deyirəm burada. Məsələn, about.html. Enter vurdum. Nida yazdım bu formada, elə deyil. Ctrl-S elədim buradan. Bu ikisi də burada qaldı, elə deyil. İndi gəlirəm bura, buranı bağlayıram. Hətta bağlamayım, bu formada burada görsənsinlər. About.html-də də bu var, elə deyil. Məsələn, burada bir şeylər yaza bilərik də. Ctrl-S edirəm, haqqında səhifəsi. Şimdi belə bir şey göründü. Mən deyə bilərəm ki, bu linkinə klik olunduğu zaman bu
bu about.html-ə getsin. Onu da nə edərik? Burada məsələn bunu silərik. Hətta silmirəm, aşağıdan yazıram. Ctrl-KC edirəm. Gəlirəm aşağı bu formada. Ctrl-KC edə bildik hamısını biz bunu. Sanki eləməmişik. Ctrl-KC eləyək. Hə. Gəlirik aşağı. Məsələn, burada yazıram yenə. A yazdım bura. Ref dəyərinə verəcəm. Baxın, about.html. About.html özü gəldi. Bunu verdim. Və targeti də deyə bilərik. Deyə də bilərik, deməyə də bilərik. Targeti blank desə əgər, növbəti bir səhifə, yeni bir tabda açacaq. Deməsə əgər, eyni tabda açacaq. Məsələn, bunu demirəm. Fikir verin. Demədim. Və burada bir şey yazaq da. Təbii ki, burada klik yazaq məsələn. Ya da about səhifəsinə get. Məsələn, belə bir şey yazmaq olur. Baxın, burada klik gəldi, elə deyil. Klikə vurduğum zaman haqqında səhifəsinə keçdik artıq biz. Bax, buranı göstəririk artıq biz. İndi burada da bir dənə yazsam, fikir verin, burada da bir dənə A yazsam, buna da desəm əgər, buna klik olunma zamanı index.html-ə get və burada deyərəm ki, məsələn, ana səhifəyə qayıt, əsas səhifə, nə bilim, belə bir şey yazmaq olar da. Ana səhifə yazıram. Fikir verin, bura düşdü. Hətta B-ri atmaq olar bura. Ctrl-S edirəm. Bir dənə də ataq bundan. Bura ki, aşağı düşsün. Baxın, belə bir şey yazdım. Elə deyil burada. İndi index.html-də olduğumuz zaman nə olurdu? Burada klik görsənirdi. Klik vurulduğu zaman about.html aparırdı. Kontrolu vurub əgər üzərinə gəlsəz, klik eləsəz, bura gətirəcək sizi. Bura render olunurdu. Burada haqqında səhifəsi çıxırdı. Hətta bunu Ctrl-X eləyək, H3 içərisində yazaq. Məsələn, örnək olaraq da praktik olsun sizin üçün qoy. Belə bir şey yazdıq, elə deyil. Haqqında səhifəsidir bura hal-hazırda. Index.html səhifəsi isə burada elədir. Klik olunan yerdir də. Burada da məsələn gəlin bir dənə belə bir şey yazaq. H2 yazaq. Ana səhifə yazıram. Düşürəm aşağı. B-ri atıram. Bir dənə də B-ri atıram. Ctrl-S eləyirəm. Belə yazdıq, elə deyil. İndi bu iki səhifə arasında keçid eləyəcəyik. Yəni haqqında səhifəsindəyik hal-hazırda. Ana səhifəyə qayıt deyirik də sanki burada elə deyil. Yəni buna klik eləyəcəyik. Baxın, bu aya klik eləyəcəyik. Bu aya klik olunma zamanı bunun ref dəyəri nədir? Index.html. Deməli index.html aparacaq bizi. Kontrol vururam buradan, qayıdıram bura. Index.html-də nə var? Bura var da elə deyil. H2 içərisində ana səhifə yazılıb. Burada aşağıda da klik olmalıdır. İndi gəlirik baxırıq. Baxın, ana səhifəyə vururam, keçdik ana səhifəyə. Klikə vururam, qaydırıq haqqında səhifəsinə. Ana səhifəyə vururam, keçirik ana səhifəyə. Linklər arası keçidlər elədik, fikir verdinizsə əgər. Aydındır. Bunu da bilmək lazımdır. İndi burada hərf səhvləri və s. səhifə yazılması və s. bunlara fikir vermirəm mən açığı. Onları siz düzəldərsiniz. Əsas məsələ, yəni başa düşməli olduğumuz şey burada A-nın istifadəsidir. Aydındır. Buna biz xarici bir qaynaqda verə bilərik. Örneğin burada GitHub məlumatlarını verdim. Məsələn, sadəcə GitHub-ın öz ana səhifəsini və ya LinkedIn səhifəsini və yaxud da ki, öz profilimi burada link olaraq verdim bura. Elə deyil. Və klik olunma zamanı dedim ki, target blank deyərək növbəti bir tabda açılsın demiş oluram və yaxud da ki, deməyə də bilərəm. Burada demədim məsələn. Elə deyil. Əgər burada desəydim, növbəti səhifədə açılmış olacaqdı. Və yaxud da ki, öz səhifələrimiz arasında keçidlər eləyə bilərik. İndi about var burada, index.html var burada. Elə deyil, 2 dənə HTML sənədimiz var. Hər biri ayrı-ayrı səhifələr düşünün. Bilirsiniz necə düşünün? Hər birini kitabın ayrı üzü olaraq düşünün. Səhifəsi olaraq düşünün də, belə deyil. Elə adı da elədir, səhifə deyirik biz buna. Müəyyən bir səhifəni dizayn edəcəyik. Məsələn, burada hal-hazırda ana səhifə yazılıbdır. Elə deyil, bura vururam haqqında səhifəsi. Hal-hazırda burada ana səhifəyə qayıdırıq. Ana səhifədəyik, elə deyil. Buranı dizayn edəcəyik. Sonra məsələn, about səhifəsi də var, elə deyil. Ona klik olunma zamanı, artıq bura klik olunduğu zaman gedəcəyik about-a, yəni haqqında səhifəsinə gedə bilərik də, örnək olaraq deyirəm. Və bura gəldiyimiz zaman burada da müəyyən bir şeylər olacaq. Yəni bu iki sənədi daha doğrusu HTML faylını ayrı-ayrı dizayn edəcəyik, yəni HTML strukturunu qura bilərik. Bunu artırmaq da olar. Burada nə kontakt və s. digər şeylərdə yazmaq olar. Aydındır? Yəni bizim işlədiyimiz layihə nədirsə, onları biz burada səhifələrə bölə bilirik və keçidləri də aynen eləyə bilirik. Yəni bunlar linklər arası keçidlər eləyə bilirik. Bir də burada bir şey deyim sizə, şifahi deyəcəm bunu, amma inşallah ID və s. keçdiyimiz zaman orada bunun haqqında danışacağam. Məsələn, belə bir şey görə bilərsiniz siz. Düşünün ki, burada belə aşağı-yuxarı getmək üçün normalda burada ox çıxırdı, elə deyil. Bunu aşağı-yuxarı sürüşdürdüyümüz zaman səhifə aşağı-yuxarı gedir də, elə deyil. Məsələn, buradasınız, elə deyil, buradasınız. Aşağıda hər hansı bir yerdə müəyyən bir yerə gəlmək istəyirsiniz. Bəlkə fikir vermisiniz. Bura klik olunma zamanı səhifə belə gedir yuxarı, müəyyən bir yerdə gəlib dayanır. Onu ID özəlliyi olduğu zaman eləyə bilirik biz. Amma ID klass nədir? Biz hələ keçməmişik. Ona görə də onu burada eləmirəm ki, başınız, beyniniz qarışmasın.
Aydındır. Amma inşallah o ID klassları və s. keçdiyimiz zaman orada bunları izah eləyəcəm. Xüsusi qeyd olaraq özüm üçün yazmışam ki, unutmayım. Onu bu A-nın həmən o ID ilə istifadəsini, daha doğrusu ID-nin A ilə istifadəsini də demək olar, sizə göstərim. Amma burada əsas məsələ bilməli olduğunuz A etiketi linklər üçün istifadə olunur, keçidlər etmək üçün, xarici bir qaynağa və yaxud da ki, səhifələr arası, öz səhifələrimiz arasında. Burada atribut hissəsi var. Href özəlliyi, A-nın href atributu var. Bu atributa bəzən özəllik deyirəm, bəzən atribut deyirəm. Siz ikisini də eyni mənada başa düşün. Href atributuna müəyyən bir dəyər verdiyimiz zaman, əgər xarici qaynaq vermişiksə, həmən xarici qaynağa gedəcək, klik olunma zamanı və yaxud da ki, öz səhifələrimizlə bağlı bir məlumat vermişiksə, öz səhifələrimizin adını vermişiksə, onda öz səhifələrimizə yönləndirmə edilmiş olacaq. Klik olunma zamanı. Target atributunda isə biz deyə bilirik ki, bu klik olunma zamanı yeni səhifəni harda aç? Öz tabımızda aç və yaxud da ki, yeni bir tabda aç və s. və s. Bunları araşdıra bilərsiniz. Bu target içərisində yazılanları blankdir, selfdir, topdur. Bunları araşdırmaq olar, yəni aydındır. Yəni əzbərləməyə də ehtiyac yoxdur. Sadəcə varlığından xəbərdar olun. Məsələn, mənim ən çox istifadə elədiyim, elə istifadə eləyəndə blank olubdu normalda ən çox istifadə elədiyim. Bu da belə, yəni A-nı ümid edirəm ki, başa düşdünüz. A təqini, elementini, atribut deməyək, təqdir, elementdir, bu formada yanaşmaq olar da buna. Bunu ümid edirəm başa düşdünüz. Artıq bir sonraki dərsimizdə fərqli bir mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsimizdə inşallah ki, bu dərsimiz qədər ən azından maraqlı olacaq. Ola bilər ki, çətinlik yaşayasınız. Amma inanmıram. Yəni sadə dərsdir. Bir dənə A-nı keçdik də biz burada. 2 dənə də atributunu keçdik. Sadəcə istifadəsini bilmək lazımdır. Yəni index.html-də mən bunu yazıram. Bu ayrı bir səhifədir. Baxın, burada sanki düşünün bir ayrı səhifədir. About isə ayrı bir səhifədir. Ola bilər siz eyni hissədə görürsünüz. Amma burada link hissəsi dəyişir artıq. Link hissəsi dəyişir. Mən buna klik etdiyim zaman about.html burada render olunur artıq və bu hissədə dəyişir əslində ona uyğun olaraq. Və yaxud da ki, about.html-də bu A-ya klik etdiyimiz zaman burada artıq index.html render olunur və bu hissə dəyişir. Aydındır? Bunu başa düşmək lazımdır. İnşallah bir sonraki dərsimizdə fərqli mövzu ilə davam eləyəcəyik. Növbəti dərsdə görüşək.